Ne kadar istiyatı var. Şenay qoşulmaq istəyir. Ay Şenay, qoşum istiyatmamışsan qoşa bilmirəm. Çox zəiflik göstərmirəm. Mən insan qəlbini qıra bilmirəm. Öz qəlbim o qədər qırılıb ki, mən qəlb qırılmaq nə olan şeydir, onu yaxşı bilirəm. Mən bəzilərinin qəlbi qırılmasın deyənə, qəlbi qırılmasın deyənə çox şey üsbət edirəm, çox şey zarafata vururam, çox şey. Amma bəziləri bunu başa düşmür, bəziləri bunu anlaya bilmir, bəziləri bunu nalamuxa vurur, bəziləri bundan istifadə edirlər. Ceyhun Rəslam, çox sağ olun. Mən qəlbi qırmaq nə olan şeyini mən gözəl başa düşürəm bunu. Mən qəlbim çox qırılıb əzizlərim. Allah heç kimin qəlbini qırılmasın. Mən onu gördüm, hər şey edirəm ki, qoy evi yox, qoy belə yastığında sakitliyim, mal alayım, qəlbi qırılmasın deyir. Görəm, yüzü canımdan can qalmayıb. Amma bəziləri bunu anlamır, bəziləri bunu deyir ki, belədir. Amma başa düşmürlər ki, bu insan qəlbini qırmaq istəmir, yəni bunu güzəşt edir, bunu üsbütkə edir. Teşekkür ederim Ceyhun. 101 dənə gül dostlar, xahiş edirəm. 101 dənə gül. Samuel Diyorum 19 çok sağ ol. Rumin İsmail çok sağ ol. Nino çok sağ ol. Rumin Baku çok sağ ol. Teşekkür ederim. Var olasınız. Bakın 2000 insan içinde 101 tane gün ne olacak? Nur çok sağ olun. Emem çok sağ olun. Hüseyin Amin çok sağ olun. Belimin delisi. Teşekkür ederim. Nino çok sağ olun. El Mustafa'ya bak. Samir 19 Naima çok sağ ol. Teşekkür ederim. Minnettarım. Ekranlarımızı tıklanır. Teşekkür ederim. Allah can sağlığı versin. Zahra Hanım 777 teşekkür ederim. Var olun, Allah can sağlığı versin. Ekranlarımızı tıklanın. Her bir kesi teşekkür ederim. Papatya teşekkür ederim. Asya Samir Papatyam. Samir 19 minnettarım. Nino Aysun 777. Ancak elə bunlar da eyni adamlar da gül atanlar. 101 tane gül. Vizaj çok sağ olun. Bir tane iğne istedim. İğne 199'luk var ya 99'luk 100'lük 99 iğne. Ayda xanım salam. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Necəsən ay Hüseyin? Yavaş şükür Allaha, yaxşı olur. İşdəsən deyəsən. Xeyr, qaldığımız yerdə. Lap yaxşı, həmişə evdəşiyizdir. Allah razı olsun, teşekkür edirəm. Valla sual verməyə də qorxuram. Sual verməyə də qorxuram. Nə sualı ki Necə oldu? Barışın. Biz istəyirik siz barışasınız ay Hüseyin. Mən Allah köməyimiz olsun. Mən o barədə danışmaq istəmirəm burada. O qədər yorğunum. Quran haqqı. Bilirəm, başa düşürük. Hamımız istəyirik. Başa düşürük. Mən xahiş edirəm. Biraz Əliyə çox sağ olun. Yox, sizin xətrinizi çox istəyirik hamımız valla. Allah can sağ olsun. Allah sizi istesin. Minnettarım. 101 tane gül dostlar. 101 tane gül. Bir tane iğne istəyirəm. 3 gündür deyirəm. Atan yoxdur mənə bir dənə iğne. İnşallah, inşallah. Yaxşı olar inşallah. Burada var ne yok? Samir teşekkür ederim. Ayda çok sağ olun Ayda Hanım. Yaxşı olar inşallah. Hər şey yaxşı olur. İnşallah, inşallah. Gül gönderen her bir kez teşekkür ederim. Şenay buyurun koşulanın danışın zəhmət olmasa. Ben biraz dayanım. Vəziyyətiniz necədir? Ayda xoş gəldin. Canay necəsən? Şanay necə olacaq? Şanay burada can doğrayır. Şenay her aktarışınız. Şanay burada can doğrayır. Niyə Ayşə? Ne olur? Evet. Bir yana bilmem. Arazım demirəm, utanıram. Ancaq istəmirəm deyim. Amma mən qəlb qırmaq istəmirəm. Mən bir söz deyəcəm. Həqiqətən də sənin xətrin mənim üçün əzizdir. Kardeş. Sən Aydan deyir yəqin. istər ayda, istəyirsən, istər digərləri. Xətriniz çox mənim üçün əzizdir. Amma istəmirəm kimsə qəlbin qırır. İnşallah nə vaxt evə çıxırsınız?
Baxıram arada. Videolar yanıb çıxır qabağıma. Ay, Birinci, ikinci nefri olacaq, bayramda olmayacaq. Bir də gəlməkdə. Mənə baxın, mənə də köməkli elə. Orada efirdə deyə bilərsən, mənə bir dənə qadın həkiminə göndərsinlər də, nə olar? Qadın həkimi. Ayşə ana, Nə olub ki? Taşqədəm xanıma müraciət eləsənə. Bəli, özün elə, bəli, Ayşənə. Bilsən necədir? Qadasın, mən çox vaxtı şey deyə bilmirəm. Çox vaxtım olmurdu. Bir də görsən arada bura girirəm, eləyirəm. Vaxtım olmur ki, bir də nəsə yazım. sana. Sen. Ay Canay bibi, buyurun. Canım kurban. Çalış yola verdiğinden işin yoktur. Kadınların ekseriyyeti kıskanç olur. Ayşe dur da. Ha, orada sadəcə istəmirəm olsa. Buradadır. Sabrə olsun. Ayşe, xahiş edirəm sənə. Yoldaşı olun, yola gedin sizə qurban. Yaxşı olar inşallah, yaxşı olar Hüseyin. Yola versin bala. Sen zaman. O kişidir sen kadın. O kazanmalıdır sen yemelisin. Ben balam. Akıllı ol Ayşe. Arada bakıram. Ama 101 dənə gül dostlar. senle yola gitmirsen. Ele eylemem. Sen yaxşı baladır. Allah korusun seni de onu da. Aktif çalışan bir fabrika var. Orası olmaz. Amin, çox sağ ol. Allah sizə can sağ versin. Cevherin Allah o Şenayı xoşbəxt eləsin. Bəxtinə gözəl bir talih, gözəl bəxti, gözəl olan insan çıxsın qarşısına inşallah. Ayşə deyə eşidir ki, Ayşə səssiz alıb, səsini alıb eşitmir bizi. Ayşat. Ayşat. Ayşət! Ayşət, səni tutsam o efirdə dişləm eləyəcəm, darıqma. Yanaqlarımı dişləyəcəm, heç darıqma. Aman balam çişini kıskanmazlar. Çişini kıskansın uçurmaz. Ayşat, işlənməli nə var ki? İstəməli yanaqları var da, nə olur? Ona deyirəm ki kıskanmasın. O səni bir də qısqana ya, vay hallar, vay sallarla. Şükür Allah'ın bir tane evladımız var man balam. Amma süper oğlum. Ayşenay, bəlkə gəlib məni qaçırdasan? Darıqmasın. Eğer Ayşe Əgər Ayşət sənin sözümə baxmasa, təbii ki, səni Ayşədə verməyəcəm. Əlindən Ayşət alacaq 100 ildə sənə. qalsın. Məni necə qaçırdacaqsan Ayşenay? Direktə açıq qoy. Nömrəni də at mənə. Gör onun başını oynatırmayım. Sana qaçırdacaq səni, bax Hüseyin. Ayşenay, mənə necə qaçırma fikrim var? ben oğula deyirəm. Mən oğlan deyirəm, amma toyla. Yo Allah onları xoşbaxt eləsin. Ağıllı olsun Ayşe. Her sözüne bak. Həqiqətən də o Ayşət ağıllıdır. Takip üçün çox sağ, ekran bəyənənəm. Ayşədə mən bir dənə söz deyəcəm. Ağlın başına top eləsin. Qısqanmasın. Hər ailədə problem olur. Hər ailədə Yaxşı Ayşenay, yaxşı. Təşəkkür edirəm sənə. Gecən xeyrə qalsın. Səni öpürəm, amma sənə bir dənə söz deyəcəm. Öpürəm çox oldu Ayşenay. Ayşənay. Çayınızın rengi var. Var. Rəng deyil, çay deyirlər. Yok efendim size. Canım arkadaşlar. Rəng... Bir beklemem. Çankı götür ona. Şimdi çıkarıp gelen olmuştu. İlk saat izledim. Çok duru çağırmışam. Bile bile mesela sahne duracağım. Şimdi sağ olun. Nasıl durdular? 101 dənə bax Famil Bozkurt, ondan sonra Nurlan, Famil salamlayıram səni. Nurlanla 12 səviyyədirlər. Bir dənə baş şokolad var, şokolad atıb mənə həmişə hədiyyə. Şokolad. Ona görə də onu qoşdum. Ayda çox sağ, təşəkkür edirəm. 101 dənə gül dostlar. Ay Ceylincan.
Salam. Şokolad salam. Şokoladım, şokolad. Beni sev atın, beni sev çoxlu atın. 101 dənə gül. Evet, kusura bakma sen. 3K. Hərə bir dənə beni sev atsa. Şokolad. Danışmadan Nazlı çok sağ olun. Ekranlarımızı tıklayana, canımızı paylaşana her birinize teşekkür ederim. Her birinize teşekkür. Kahve sosası salam. İnşallah danışmadıqca çıxardın, xahiş edirəm. Ay dostlar, beni sev atın. Hərəz bir dənə beni sev atın. Danışmayanlara dedim, hamısını çıxartdılar. Salam, salam, salam. Rəmzi, çox sağ olun, təşəkkür. Nazlı, çox sağ olun. Beni sev dostlar, beni sev, beni sev. Məni sevin. Mən də sizi sevirəm. Qoş da qaqaş, Alik Xırdalan. Mən hər adamı qoşmuram, Alik. Senzuradan keçirəm, sonra qoşuram. Şənay, çox sağ ol. Ay Şənay, gül üçün minnətdaram. Zavr 57, Nurlanam. Zavr 57, Şəmkirdir 57, hə? Salam Zavr, buyur. Şenay, çok sağ ol, teşekkür ederim. Allah köməyin olsun. Əziyyət çəkmə, ay Şenay, əziyyət çəkmə. Bir dənə eynək istəyirəm, eynək, eynək. O sizdə hamısı olsun, ama kardeşim ayrı bir olarak elinden alın. Geçen sefer kardeş tartışılmışlar. Oldu da oldu. Ona hesap edeyim ya, öyle mi? Haklısın. Hayır. Nerede seçecek? Salam Hüseyin, necəsən? Salam, çox sağ ol, sən necəsən? Sağ ol, səni Tərtər rayonundan narahat edirəm. Tərtərə qucaq dolusu salamlayıram, bütün tərtərliləri salamlayıram. Axşamınız xeyir olsun deyirəm. Necəsiz? Necədir? Şükür, şükür. Deyim, mən 85-ci iləm. Sən neçəncisən? 96. Mənim balaca qardaşımdan yaşsan. Səndən bir böyük qardaş kimi bir xahiş edirəm. Buyurun. Biraz ürək yumuşaq olmaq, biraz səbirli olmaq, biraz da necə deyim, biz çiğ yaxı, biraz səbirli olmaq sənə arzu edirəm. Yeni ərəfəsi, bayram ərəfəsi, biz çiğ yaxı, biz sənin xasiyyətini mən bilirəm, sən neçə vaxtı da izləyirəm. Sən gözəl oğlansan, səliqəli oğlansan. Allah can sağ olasın, teşekkür ederim, minnettarım. O da bizim bacımızdır. Ona da bir balaca ayırsan, səbir olmağı sənə arzu edirəm. Bu yeni ildə, bu təzə ilimizdə sənə gözəl günlər arzu edirəm. Allah köməyin olsun, teşekkür ederim, minnettarım.
Fərid yazıb ki, qardaşım qoş da. 101 dənə gül dostlar, 101 dənə gül. Allah sənə can sağlığı versin, tərtərli qardaş. Allah köməyin olsun. Minnətdaram. Verilişdə baxacağım. Göz İnşallah, inşallah. səhərlər yəqin olmarsınız, səhər 6-cı gündə. Bayram Hə? sabahları yəqin verilişdə olmarsınız, 6-cı gündür. Bəli, həftə içi 5 gün olur, 5 gün. Bayram Selamünaleyküm kardeş. sonra Salam Fərid sağ. Bağışla vaxtınızı aldım sizin. inşallah bir yeni gözləyirəm Hüseyin. Allah can sağlığı versin, çox sağ ol. Hüseyin kardeşim, eşitirsən məni kardeş? Buyurun. Kardeş, ola bilər mənim sözüm sənin xətəvə dəyər. Mən elə bir söz deyəcəm ki, heç xətəvə də dəyməz. İnşallah. Buyurun. Kardeş, mənim 36 yaşım var. Eşitirsən məni? Allah can sağlığı versin. Allah sənə can sağlığı versin. Mən sizi izləyirəm. Bir dənə mən sənə bir qardaş kimi deyirəm. Ola bilər mən səndən böyüyəm, sən məndən böyüksən. Onun dəxli yoxdur. 96-cı iləm mən. Allah Fərqi yox. ömür versin. Bir dənə bir xanımı bax ha. Eşitsən məni? Bax, burada ola bilər, burada 2100 nəfər adam var. Ola bilər ki, məndən burada kimsə razılaşar, kimsə razılaşmaz. O razılaşmayanların öz problemidir. Bax, ay Hüseyin qardaş, bir xanımı müsafirə qaldırıb, kimlə hansısa xanımları bura qoşub, o xanımı alçatmağın, qardaşım, yeri yoxdur. Uşağımın anasıdır. Yox. Bilirəm, mən əstağfurullah. Yox, Şenaydı, bir çox insanlar tanıyır. Qardaş, Nə var? bir dənə mağulağız xahiş edirəm. Tərtərdə balası, bir dənə imkan ver zəhmət olmasa. Bir dənə mağulağız, ay Hüseyin. Gənə deyirəm ha sənə. Mənim, gənə deyirəm ha, ola bilər ki, sənin ailə probleminə qatışmışam, üzr hesab elə. Çünki sənin bugünkü gün, sənin bu söhbətin Vest Respublika baxır, izləyir. Başa düşürsən, deməli mənim də ixtiyarım var da, yəni sənə bir söz deməyə. Bax, qardaş, uşağımın, anasının həyat yoldaşıvı bu canlıda qaldırsan müsafirə, plus ora Şanay kimi, nə bilim başqaları kimi xanım qoşub, o xanımı burada alçaldırsan. Olmaz, qardaş, olmaz. Qardaş kimi deyirəm sənə, istəyirsən məni nətər başa düşürsən, düş. Başa düşən düzdür. Olmaz. Bir xanımı alçat. Qardaş, qulaq as, mən xahiş edirəm, mənə qulaq as. Bir xanımı, bax ha, uşağımın anasını alçatmaq olmaz. Olmaz, konkret. Yaxşı oğlan, cahil oğlan, qardaş. Sivoyski oğlan, özünü tanıyan oğlan, özünə hörmət eləyən oğlan, xətibə dəyməsin ha. Bunu mən, bax burada kimlərsə, bax, istər məndən razılaşsınlar, istər razılaşmasınlar. Bir xanımı əzmək olmaz, ay Hüseyin, qardaşım. Sən, üzr istəyirəm ha, deyir ki, belə bir şey var ha, deyir, mənim sözüm sənin xatibə dəyməsin. Deyir, yetimə gəl deyirlər, müəyyən bir yerə qədər, bir vaxta qədər. Başa düşürsən? Qardaş, o sənin oğlunun anasıdır. Oğul tapmaq elə bilsən hasandır. Cəmaat milyard tökür, qardaş. Cəmaat milyard tökür, milyard. Tökür, bir övlad qazana bilmir. Allah sana gül kimi övlad qismət eləyib. Qüsursuz, problemsiz. Qardaş, sən niyə Allahına şükür edib? Fəridin danışığını mən çox alqışlayıram Hüseyin. Fərid qardaş çox düz deyir. Qardaş, xahiş edirəm, yığış bu efirdən. Allah'a şükür. Simpatisini oğlansan, işin gücün, hörmətli oğlansan, əziyyətlə böyüyən oğlansan, ailən Allah'a şükür, gözəl göyçək, ağıllı başlı ailən, uşağın. Qardaş, vallahi yığış bu Xoşqədəm xanımın efirindən. Qardaş, hərə bir söz deyir, səni istəyən də sağa söz deyir, istəməyən də deyir. Qardaş, otur Allah'a min şükür, elə 5 manat puluvu qazan, ailəvi oğluvu saxla. Vallahi istəyirsən məni çıxart müsafirdən, istəyirsən məni at bloka. Yox, mən çıxarsaydım, məzəldən çıxardardım. Yox. Sənin dediklərin tam Əzizim, doğrudur, amma... Yadında bunu saxla, xahiş edirəm. Yadında bunu saxla, bir kişini ki,
bir qadın qısqanırsa, deməli burada sevgi var. Sevgisiz yaşamaq olar həyatda. Bəli, Qardaş, bəli, bəli. sən kimi tapmaq? Sən gev kimi alacaqsan? Bax, ha, qulağa. Sən laf belə xanımın adını vallahi yadımdan çıxdı vallahi. Bax xanım laf belə Ayşət xanım da səhv eləmirəmsə, laf onu boşadın. Bax, laf belə loludun da deyirəm sənə. Boşadın, gedib kimi alacaqsan? Təmiz insan tapmaq çətindir, qardaş. Başqadan dönüm sənin. Adım Fəriddir, özüm Beyləqanlıyam. Elə həmi Bakıda oluram, həmi Beyləqanda oluram demək olar ki, elə günün nə bilim, elə neçə saatın orada, bir saatdən, yox neçə günün orada, həftənin 3 günün orada, 4 gün burada. Yəni, qardaş, sözüm can nədir? Mən də çətinliklə böyümüşəm, mən də əziyyətlə böyümüşəm, mən də heç kim... 101 dənə gül dostu ekrandan. Heç kim yağ bal içində böyümüyük. Burada 2900-3000 adam var. Burada heç kim milyonçu deyil, milyarder deyil. Yadında bunu saxla. Qardaş, vallahi ailənin qədrini bil. Vallahi deyirəm. Ay Hüseyin, sənə oğlun qalacaq. Mən sənə bir dənə söz deyim. Bax, burada 3000 adam izləyir. Mən o günləri Mingəçevir... Bax, eşitirsiniz mən, qardaş. Mən Mingəçevir mərkəzi xəstəxanasındaydım o günlərim. Bax, 3 gün bundan qabaq. Bax, qulaq. Ayşe'nin bu maçalkayla qabları yox, stəkanlara verir. Danış qardaş. Ay Hüseyin, mən bir neçə gün bundan qabaq Mingəçevir mərkəzi xəstəxanadaydım. Eşitsən məni? Mənim özüm, Hüseyin, yəni fikrim məndədir sənin. Hər. Mənim özüm belə reklam çıxmasın, reklam kimi olmasın. Mənim özüm müharibə iştirakçıyam. Yəni özüm orada laf belə mənim özüm qan tujunu almışam bir neçə dəfə. Yəni şey almışam. Mən MRT-yə getmişdim Mingəçevirə, aparata. Eşitsən məni? Deməli aparatda mən bez oçerəm də, yəni məndə növbə yoxdur da, yəni növbədən kənar. Selam, hoş gördük. Xahiş edirəm, xoş gördük. Mən sözümü yekunlaşdırım Ay Hüseyin, mən düşəcəm. Buyur. Deməli, Hüseyin, mən növbəmi gördüm, yəni Nasilkada bir xəstə gətirdilər. Qulaq asda mənə, kişi xeylağıdır. Nəsə, mən öz növbəmi verdim buna. Bax ha, xəstə olduğuna görə, yəni arabada gəldiyinə görə, nəysə. Deməli, soruşdum ki, qardaş, bu kişinin oğlu varmı, uşağı varmı, qızı varmı? Dedi, var. Birinci arvaddan bir oğlu bir qızı var. Onları qoyub evində, gəlib başqasını alıb. Ona görə də oğlu qızı buna yiyət durmur. Qardaş, sözüm can nədir? Sənin gül kimi oğlun var, gül kimi ailən var. Vallah, billah, o efir bekara şeydir. Get ailəni, yığ başına. O məni qısqanır, o məni filan şeydir. Qısqanmasa sən yaşaya bilməz. Elə Allahın altında elə cəmaat deyirlər. Kaş elə mənim yoldaşım məni qısqansın. Sən nə axtarırsan, qardaş? Ayrılma. Sən danışsın, mən danışım. Bax, mən onları çox gözəl başa düşürəm, çox gözəl anlayıram. Çox gözəl, amma qısqanmağın da səbəbi olmalıdır, məqsəd olmalıdır, dərəcəsi olmalıdır. Hər cürdə istəkana qısqanmıram, sıcaqlığa qısqanmıram, qənqabiyə qısqanmıram. Bu adi, absurd şeylər ailəni uçurma aparır. Kişi də dözər, bir dəfə dözər, 2 dəfə dözər, 3 dəfə dözər, 5 dəfə dözər, onun axırda bezib çıxıb, deyəcək ki, başını götürüb qaçıb gedəcək. Qardaş. Mən nə deyirəm ki? Mən demirəm səni atıram, deyirəm biraz yer ayrı qalaq, bir-birimizə müalicələrimizi alaq, bir psixoloqla yanına gedək. Bir gün belə olur, bir gün elə olmaq lazım deyil. Bir gün görəsə ki, Hüseyin pencəni götürüb çıxıb getdi. Mən əgər operasyonum çıxıb gedəsi olsaydı, mən Xoşanam xanımın evindən yox, mən başqa çıxıb Moskvaya uçub gedərdim, qaçıb gedərdim. Ben hansısa bir yere giderdim. Ben kömək üçün gelmişəm ki, bu ailənin dağılmasını qoymayın dağılsın. Bu ailə böyle uçuruma gedir. Kömək edin, buna bir müalicə olunsun. Xoşanam xanım da sağ olsun. Deyir ki, gəlin müalicə edəyin. Gəlin bunu... O qızın problemi yoxdur. Kişi elə hər şeyi Buna dözmək, bir də şey dözəcək. Mən də bir gün görməmişim də. Mənim abzavovkam deyil ki, mən ancaq hər kəsin nazını oynamalıyım, özüm düzgün çəkməliyim. Bir dəqiqə, selam, hoş gördük. Bir dəqiqə, söz deyə bilərəm, danışa bilərmiyəm, izin verir misin Hüseyin? Buyurun. Necəsiz, vəziyyət saat?
Yavaş-yavaş, şükür Allah. Vəziyyət əzilmiş pomidor. Baxın, mən sizi izləyirəm, elə Hüseyin. Sizin heç bir müalicəyə ehtiyacınız yoxdur. Sadəcə sizin bir-birinizə güvən vermək, Etibarınız olmalı, etibar. bir-birinizə güvən verib, bir-birinizə sevginizə ehtiyac var. Başa düşdünmü? Heç bir iynə dərmanın heç bir yəni xeyri olmayacaq ki, ta ki sən o hədiyyə var ya, o qadın göndərmişdi. Bax, mən o hədiyyəyə baxdım. Liboy qadın, şəxsən həyat yoldaşının yerinə mən də olsam onu götürməzdim. O hədiyyəni əlindən alır, qısqanclığından aparır, qoyur ayna. Sən gedib o hədiyyəni götürürsən. Yadında mı efirdə? Bəli, o hədiyyəni göndərən insan, bilirsiniz, o göndərən insan, mən uşaqlıqda xatirələrdən, o balaca uşaq vaxtlarında olub. Balaca uşaq vaxtında nə sevgi? Sevgi nədir? Sevgi olur 20 yaşda, 25 yaşda, 30 yaşdan sonra. Yox, uşaqlıqda nə sevgi? O xatirədir. Oraya yazmıyor, mən səni sevirəm, mən sənə aşıq olmuşam, mən səninlə evlənmək istəyirəm, ondan ayrıl, məndən evlən. Elə bir sözlər yazmışdı amma. Amma məktubda elə yazmışdı amma. Amma məktubda elə yazmışdı amma. Məktubda qadın yazmışdı ki, Ayşaddan sənə arvad olmayacaq, mən də yetim böyümüşəm, mən də yetiməm. Onu bırax gəl mənim Ay xanım, o başını bırax, ay xanım, o söhbətin başını bırax, xahiş edirəm. O söhbət Xahiş inşallah bu nəzərə alında bu mən moderatorlar nəyə baxırsınız ki? Bu söhbət elə bayaqdan danışır. Anlayıram mən sizi, amma məni anlayan yoxdur. Elə dilə ki, dözməlisən, eşek kimi işləməlisən, gəlməlisən, əsəblərini pozmalısan evdə. Bir yetim kişiyə başa düşüb fikirləşən yoxdur ki, bu yazıq kişi səbəb olmalıdır qısqanclığa. Mən nəsə eləyənisi olsaydı, mən bunu canlı yayımda nə edirəm ki? Canlı yayımı söndürərəm, telefonu söndürərəm, atarım qırağa, gedərəm keyfimi çəkərəm, hər şeyimi də eləyərəm də. Mən bunu niyə bu canlı yayımda eləyirəm ki? Burada indi səhvən eləyib, nəsə o da bilmədən, eləmədən, indi saç düşüb, nəyin əsasını belə tutmalıydı. İndi düşüb də saç düşüb olma. Qucaqlaşmamışıq, bağışlayın, üzr istəyirəm. Başqa hərəkətdə eləməmişik. Boş şey, absurd şeyləri nəyə qısqanmaq lazımdır ki? Qurban olsun sizə. Və məni də başa düşmək lazımdır. Mən nə əsəb çəkirəm axı? Ərini sevən insan, ərini qorumaq istəyən insan əsəb verməklə qorumur. Əsəb verməklə sevgisini bax, mən onu da qınayıram. Bax, mən onu da qınayıram. Mən onu qınayıram, belə qınayıram ki, sənin həyat yoldaşına. Görürsən, məsələn, itirmə ehtimalın var. Əksinə, sən ona o qədər gözəl davranmalısan ki, sən onu özünə çəkməlisən, məsələn. İzin verməməlisən. Mən də siz bilmirsiniz evin balıq bu elə məsələdir ki, balıq ağzı açılmamış qazandır. Orasını bilirəm, orasını bilirəm. Amma mən danışacağım deyəcəklər ki, kişi hər şey ağzı açıb danışır. Bu nətə kişi deyə, bu nətə kişi. Amma demir ki, kişi ölür, kişi qırxı çıxıb ayaq üstə. Bax, ikinizə də məsləhət verirəm. O da sən də bir-birinizin dəyərini bilin, qiymətini bilin, bir-birinizi incitməyin, bir-birinizə güvən, sevgi verin. Çünki Allaha and olsun elə bu TikTokda elə qadınlar var ki, bax sabahsı günü peşman olasınız. TikTokda bax insanlar bir-birlərindən həyat yoldaşları yoxdur, ayrılıblar, bir-birlərindən sevgi yaşayırlar, hamısı bir-birindən xəstəlik yayıblar. Bu TikTokda yəni o başqa bax ailəniz pozulsa elə ikiniz də şey dözməyə məcbur deyil. Ürək ekranlarınızı tıkla dostlar. 101 dənə gül istəyirəm mən. İşleyen akşamı kalır. Ayşə dözür. Aha bir danışaq. Buyurun. İlk öncə hər kəs salamlayıram. Fikirlərinizə hörmətlə yanaşıram. Təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırırsınız, fikir bildirirsiniz böyüklərimiz kimi. Allah can sağ versin. Amma orada siz necədir? Mən haqsız qarşısında. Pəri Kərim'i xoş gördük. Siz necəsiniz? Amma bu demək deyil ki, kimlərsə Təşəkkür edirəm Pəri Kərim'i. ailəyə qarşı, ailəmdə problem yaratmağa qarşı nəsə belə deyim, şeytani hərəkətlər etməlidir. Mən nə etdimsə ailəmi qorumaq üçün çalışdım, amma artıq deyil. Livana təşəkkür sana. Livana təşəkkür edirəm yenə də. Xoş gördük Pəri Kərim. Biz də sizi xoş gördük. Xoş gəldiniz. 101 dənə gül istəyirəm uşaqlar. 101 dənə. Bir dənə də eyni istəyirəm. Mənim çox eyni deyə qaldı. Mən ailəmə etdimlər, problem yaradıb, onlar da cavab verəcək. Bir Allah'a qanunlarımız da var. İlhamə çox sağ olun. Yox, eşim, qoşa bilmirsən. Mən qoşarım Pəri Kərimini qoşa bilərəm. Ayşə, sən həyat yoldaşını bax, gör nə deyirəm. Aydariyə xanım, bir dəqiqə Aydariyə xanım. Biz də fikrimizi bildirək. Aydın kim olubdu? Sən həyat yoldaşını ancaq sən ailəni qorumaq üçün qısqanclıq deyil. Sadəcə ona daha yaxşı mehribançılıq, daha yaxşı sevgi göstərmək lazımdır. Davrandım, onu sevdim, əzizlədim.
Hə, bilirəm qədəsə, bilirəm. İşə girəndən Bilirəm. sonra deyir. Bax gör nə deyirəm. Bax sənin hansı fikirlərini mən bəyənmirəm. Bax gör nə deyirəm. Efirdə deyirsən ki, yox o qadın bunu dedi, bu qadın bunu dedi, o qadın hədiyyə göndərdi. Ayaq kənara. Duxu Sən gəlir. öz həyat- Duxu ilə sən yanaşı öz məktub həyat- gəlir. Mən niyə qəbul eləməliyim? Siz nə demək Ay istəyirsiniz? sağ ol. Ay sağ ol. Mən də sən Milliyyətsiz. Mən ona axşam Hüseyin gedir. 101 dənə gül dostlar. Hüseyin gedir gətir. Bu nə deməkdir? Ailədən önəmlidir, övladdan önəmlidir. Hə, o çox səhv elədi. Yo, o səhv elədi onu. Fəriyə Bilirəm. xanım bir dəqiqə Nə qədər izninizlə mən bir sual verim də Arşan xanıma. Hə, çox səhv elədi. Çox səhv elədi. Bəli, xoş gördük. Teşekkür ederim. Çok sağ ol. Niyə haqsızlıq eləyə gedir ki, ailəsinə qarşı? Yox. Həqiqətən Hüseyin Ailədən artıq xeyir. Onu Mən çox səhv elədi, hə. Mən ailəm önəmlidir. Ailəm içində, yəni övladım öndə gedir. Pəri yəni Kərimli, mənim çox üçün. sağ olun. Mən Səkinə, Melisa, çox sağ Nə deyirəmsə olun. artıq övladım üçün eləyəcəm. Əvvəl məsələn yoldaşıma da edirdim, amma görürəm ki, başa Xanım, Ayşə xanım. Düşüncəsində də problem. Mən deyirəm, amma görürəm başa düşmək istəmir, özü bilər. Məncə bir-birinizin dəyərini bilin qədəsə. Fikrim də Bax yox. ailə. Bax bu dəqiqə elə, bax kişilər namuslu qadın tapmır. Sizə canınıza sağ, bir aydan artıq həkimə gedə bilmirəm. Uşağımı həkimə apara bilmirəm. Hər gün mən efirə gedirəm. Efirdə bu hadisələrə, bu ailəmə kimlər problem yaradıb, onlar da cavab verəcəklər. Hə, Hüseyin, onun bunun sözünə baxma qədəsə. Bax, indi bu dəqiqə oğlanlar evlənə bilmir. Namuslu qadın Ay tapmır. anam, mənə kimsə hədiyyə göndərsəydi, ailənin qədrini bil. ilə, mən qəbul eləsəydim, Hüseyin qəbul eləyərdi o hədiyyə ilə. Yox. Hüseyin, sən nə Yox, çox səhv elədi. O məktubla bir yerdə hədiyyəni qəbul eləsəydim, sən qəbul eləyərdin məni? Mən səndən cavab ver. Yox. Qəbul eləyərdin. Bax gör nə deyirəm, dinlə gör nə deyirəm. O səhv elədi, amma sən də onun səhvini başını burax, yaxşımı? Hayır, artıq səhv artıq getdi. Ay bitmiş bir şey yoxdur. Yox, bitib. Neyse bu söhbətləri mən burada eləmə. Efir söhbət. Bir dənə eynək istəyirəm. Mən eynək. Axşamınız Buyurun, xeyir. danışın, eşidirəm. Axşamınız xeyir Hüseyin bəy. Necəsiz? Hər vaxtınız xeyir olsun. Çox sağ Başdan olun. gələn yeniniz də mübarək olsun. Çox sağ Teşekkür olun. ederim. Sizlərlə bahram. Mən sizi hər birinizə İlk uyğun gündən izləyirəm Hüseyin, qurban olum sizə. Mən sizə böyük hörmətim var həqiqətən. Mən burada hörmətiniz artıq olsun. o sizin övladınızın anasıdır. Artıq əksik bir söz deyə bilmərəm. Bir dənə onu deyə bilərəm ki, belə baxıram, aşağı dərəcədə o sizi qısqanır. O düzgün normal deyil. Ola bilsin indi orada bağlayırsınız, ola bilsin orada məni qınayarlar. Bir qadın sevgisi, qısqanmağından, belə deyim də, sevgisini göstərməz. Onu mən dəlicəsinə qısqanıram. Mən son qoy. Danışırsan özündən danış. Başa Bilirəm. düşdün? Mən müzakirə Eşidirsən eləməyə məni? qoşuldum. Mən vaxtımı ayrı, mən sizə baxıramsa, mən sizi müzakirə etmək zorundayım. Mən də canlaşa bilərəm, qoşdura bilərəm Müzakirə millət. eləmək zorundayım. Mən onu siz özünüz başladınız. Bak özüm başladım. Mənə ehtiyac yox. Neyse, etiraf eləmişəm. Qələt eləmişəm, etiraf eləmişəm. Etiraf eləmişəm. Bir boynuma. Oxuyub etiraf eləmişəm.
Hüseyin, Etiraf edirəm, etiraf edirəm, gətir bunu. Onun əsərləri yerində deyil. Ona keçdim abi. Etiraf edirəm, hər şey eləməzi. Etiraf eləmək o deməkdir ki, kişinin minini çapmalısan. Hüseyin sen İstekene böyle şey olur, istekene onu belə eləmir, bunu belə eləmir. İnsan yığ, adam dəli eləyir, susalımıza küsələrə. Hüseyin sen harda Öz açıq danışın, mən deyirəm, nə deyirəm, mən sən nə danışıram? Adam həmşə bilir, nə qədər olar, bu eləyənəcə, qıraqdan baxıb bir fikir bildirmək asandır deyə, qısqab, döz, mən də sevgilim, belə qısqanmaq olar. Ay Hüseyin, hər ailənin Bilmirəm, 30 yaşım mən uşağıma hələ orada 10 bunun bu qapısında böyüdürəm. Belə şey olar. Bir imkan bir işləyim də. İndi o sizin qarşısında məqsəd qoyur ki, ya iş, ya ev. Gəlsin Hüseyin otursun. Olmaz, o elə olmaz. Mən xahiş edirəm, o xanım, qurban olun, başınıza dönüm sizə. Məni hörmətsizlik kimi bunu qəbul edirəm. Mən bu söhbətləri dayandıram burada. Efir söhbətlərini burada eləməyim. Çox xahiş edirəm sizdən. Bu söhbətlər efirdə olur, efirdə də bağlanır, çıxır gedir. Mən bunu açmışam ki, biraz izləyicilərlə danışım, biraz ürəyim atılsın, biraz eynim atılsın. Danışıram, mən danışılır, Quran əsəb keçirdirəm. Danışa bilmirəm ki, dilim də topa vurur şey. Əsəbdən elimdən. Anlayıram, Quran haqqı canım ağrıyır, bərəkət haqqı canım ağrıyır, üstünüzə sağlıq olsun. Quran haqqı sinəm dağılır mənim. Qınamaq azam deyil, arvad belə olmaz, kişi belə olmaz, kişi yaxşı kişi belə eləməz, yaxşı kişi. Nə bilirsən mən nə zülüm çəkirəm, nə bilirsən, bir Allahın altında bir xoş gün yoxdur. Kaş Hüseyin kimi kızım karşımıza biri çıxar. Valla. Ay xanım, gəl belə də deməyək, hər ailənin bir düzəni var. Düzdür. Yəni biz bilmirik ki, bu insanın ailəsində nə baş verir. Bu söhbəti bağlayır. Allah sizə can sağ olasın. Mən misafiri bağlayıram. Çox xahiş edirəm analar. Qurban olun, başınıza deyirəm. Allah sizi qorusun. Allah can sağlığı versin. Xahiş edirəm. Teatr sizi çox bilmirəm. Siz oradan deyilsə, o oradan deyil, söhbət açılır, uzanır söhbət. Mən istəmirəm bunu uzansın. Qurban olun, başa düşün məni. Vallahi ağrıyıram. Siz danışırsınız, o Ayşət də oradan qoşulur, buradan qoşulur, o oradan, bu buradan, bu buradan. Belə mən əsəblərim pozulur. Qoyun deyəm, nə olur oturun da, qoyun oturun. %100 dənə gül dostlar, xahiş edirəm. 101 dəfə salam Nais, salam. Bir dənə açıq istədim, elə açıq gəlib çıxa bilmədi. Canınız sağ olsun, eybi yox. Melisa çox sağ ol, təşəkkür edirəm. Salam, hər kəs salam verirəm. Xoş gördük, ekranlarımızı bəyənənlər, canlımızı paylaşanlar. Hər birinizə Allahdan can sağlığı arzu edirəm, minnətdarım, haqqınızı Allah edir. Çox təşəkkür edirəm dostlar, var olun, Allah razı olsun. Salam. Ay, təşəkkür edirəm Fatihə, minnətdarım, var olasın. Təşəkkür edirəm bundan atladı, Allah səni can sağlığı etsin, Allah sənin ruzunu bol eləsin. Allah səni cəmiyyətlə əski eləməsin. Bizən ağzından deyirdim, həyatın canlı sağ olsun. Ondan fest var, fest yazılır üstündəki, fest 26 yazılır, belə 99'luq, tezə çıxıb bu hədiyə. Salam. Nuraş, çox sağ olun, Qarabağ, təşəkkür edirəm, minnətdaram, çox sağ olun. Allah can ağlımın oldu ki, təşəkkür edirəm. Ekranlarımızı tıklanana var olasın, ürəksiz. Xeyrə qarşı, günəş xeyrə qarşı. Qarabağ qazisi, üzülürsən, qoşa bilməm, qardaşım, ürəyim, canım gözüm. Quran haqqı əsəbləşirəm, qoşulu hər bir tərəfdən danışır. Mən istəməm o söhbətləri açım. Mən bunu açıqlanmışdım ki, özümüzdən danışaq. Çox sağ olun. Qarabağ qazisi, xahiş edirəm. Amma bir neçə dəqiqəli açacağım da, çox qoşa bilməyəcəm sizi. Buyurun Qarabağ qazisi. Nais, mən neynim, vallah, mən neynim. Tamam, görüşmək, nə tərsən? Salam, yavaş. Sağın başla. İnşallah Ceyhun, inşallah. Nə tərsin, nə var, nə yox? Şükür. Yaxşı o qədər. Əvvəla hamiyə salam olsun bu bir. İkincisi, bu söhbəti həqiqətən efirdə olur, efirdə də bağlayın, efirdə. Bunu dürüst canlı da təbliğ etməyə xahiş edirəm. Heç kim o haqqında şey yazmaz. Düz deyir, bu efir məsələləri, cənab fikirsiz
Bura nəsə artıq. Ben burada sana anlatsınam ki, biraz eğilim azalsın, biraz fikrim azalsın. Oradan da eli koy, biraz stres atsın, biraz eğilim azalsın. Yaxşı, qardaş, Allah. Bak yine başlayır. Düzdür. Artıq hər şey işimə şey yazmaz. Efirde de kaldı. Bəli, başqa söhbət edin, xahiş edirəm. Hamı yazsın, nə səndə başqa sual var, başqa şey sualını cavab versin. Eləməyin də, bəsdirin. Allah sizə sağ versin. Burada 2000 nəfər izləyir, eləməyin. Başqa söhbət edin, xahiş edirəm hamınızdan. Moderatörümüzden kim Hüseyin, izleyir? canım başı. Yavaş yavaş inşallah. Yaxşı, qarşınıza bayram gəlir, bayramlarınızı təbrik edirəm. Neçə belə illərə çıxarsınız. Pis gününüz, pis şeyiniz hamısı arxada qalsın. Valla. Teşekkür Allah. İnşallah 2026 hamı üçün uğurlu olsun. Yaxşı illərə qarşınıza çıxsın. Pis insanlar qalsın 2025-də. Bütün yaxşı insanlarla bahar. Bəli, 2026-cı ildə yaxşı insanlar qarşınıza çıxsın. Eləməyin belə hərəkətlər, valla. Hüseyin əziyyət çəkən oğlandır, Hüseyin zəhmət çəkən oğlandır. Bilmirlər, çox şey içimdə saxlayıram, boğuram. Mən kimsən qəlbini qırmaq istəmirəm. Bəli, sən başa düşürəm. Bürüzə verirəm, onunla qaydına Bəli, qardaş. kişi belə. Mən nəyim pisdir ki? Bəlkə kimsən anasına sataşmışam, bəlkə kimsən bacısına sataşmışam, bəlkə kimsən alıb allatmışam, bəlkə kimsən fırlatmışam, bəlkə kimsən atasız qoymuşam. Sən kimi Mən nə eləmişəm ki? Mən yetimin bir Allahın altında bir qardaş, sən kimi olanlar da gedib o vətəni qoruyub. Gedib Allah'ın əsgərlikdən gələndən sonra Quran and olsun. Vaxt fəxri fərmanım, döşün şanım, hər bir şeyim. Allah gözüm aşıq olmamışlar. Nə dayıdayım yox idi ki. Allah olsun, sən tanıyırıq, biz bildik, nə qədər. Karol Reisin kömək vəzifəsində şey eləmişəm orada. Əsgərlikdə olmuşam, dəyişdirici vəzifəsində saatlar olmuşam. Karol döyüş bayrağını müdafiə eləmişəm. Biləm, qardaş, biləm. Mən Dövlət Sərhəd Xidmətində. Mən yetim neyiniyim ben? Geldim oradan gelmez işlerim 11 yaşından. Buranak 11 yaşından zulüm çekerim. İşlerim Allah'ın olsun bu bereket. Arkadaş sana tanıyırıq bilirik. Uşaqlar hamı sənin haqqında danışır. Deyir əziz çəkin olur. Tanıyırlar sənin əski yoldaşlarına danışır. Allah sənə köməyində olsun. Sənə kim olan ki heç olmasa o vətənin keşiyində durub. Bəziləri qasıb gizlənir qardaş. Qasıb gizlənir. Vallahi sənə kim olana ki o vətəni qoruyur. Bəstirin. Bu qeyrətli qardaşın siz dürüf şeyin. Sənə dəstək olun. Nihat Nicat. Ürəyindən istəyirsə, ürəyindən nə keçirsə, qurban valla. Mən bəzilə burada yazır. Bəli, səbirli olmaq lazımdır. Səbirli olmaq. Buranaq bilmirlər. Adam çox danışmır ki, yenə də başladı deyirlər. Yenə hər kəsin problemi var. Bugünkü gündə cəmiyyətimizin, vətəndaşlarımızın bir çoxu ağır vəziyyətdə yaşayır, çətin vəziyyətdə yaşayır, kasıbçılıq vəziyyətdə yaşayır. Əvvəl 40 qəpiyə aldığımız qəndi indi 2 manat, 3 manata alırıq. Bəli. Çox çətindir, ağır dönəmlərdir. Günü-gündən bahalaşır hər şey. Kartı qoymam, Asin. Allah köməyiniz olsun. İstəmirəm, qaqam. Allah köməyiniz olsun. Allah Xoşunayım xanımdan can sağlığı versin. O mənə dedi Hüseyin, mən sənə bir elə şey görmüm. Amma deyirsiniz, eləmirsiniz. Adını yeyib başqa cür çatdırırlar efirlərdə ki, Hüseyin dilənçilik edir. Qərət edirlər o sözü çatdır. İstəmirəm, Asim. Allah köməyini olsun, qaqam. O zəv insandır. Direktə yazarsan, əgər ürəyini keçirsə, direktə yazarsınız, ad yazarım kartımı, eləyərsiniz, mən də çıxıb burada deyərəm ki, sağ olsun, Asim, Vəlib, Əlib, kimsə. Bəli. Mənə kömək oldu. Belə qoyuram, hərə bir tərəfdən danışır, ay Asim. Bəli. 550. Bax, Qarabağ qazisi. 2 dəqiqə qoşul, bax, deyirlər qoyda, gör neçə nəfər yazıb qoy. Oxuyursan, 555 də yazır. Asim də yazır. İndi mən qoyuram, bax, bir özümü nümunə üçün qoyuram, bunun başqa üçün yox. Gör neysə eləyəcəklər. Bax, deyirəm. Yaxşı, buradayım. Bax, yazıram da. Eləməyəcək, yəni, belə qoşuram, gördünüz neçə nəfər yazdı? Gördünüz? Bax, qoyuram bura, gör neyə biləcəklər. Bax, gəlin. Bilirəm eləməyəcək, yenə də qoyuram. Bax, sizə sübut eləmək üçün. Qoydum Dəniz, qoydum. Çox sağ ol, yaxşı olasın. Allah can sağ ol. Fatıma 101, çox sağ ol Fatıma xanım. 101 dənə gül dostlar, 101 dənə gül. 4098 58 44 96 59 91 09. Mən demədim, özünüz dediniz, elədim.
Sən özünə dolayırlar. Allah bilsin, özləri bilsin. Allah həvalə elə. Allah gözəl Allahdır, görən Allahdır, bilən Allahdır. Bu həyat bumerangdir. Hərrənib, fırlanıb, nə elədiyin çıxacaq qarşıya. İstər yaxşı, istər pis. İşte niyə çıxmıram, yox, işləyirəm mən. Çox sağ, Allah razı olsun. Siz necəsiniz, yaxşı olasınız. Allah can sağ olasın bütün yaxşı insanlara. Tezə il gəlir, hər birimiz üçün uğurlu, düşərli olsun, ruzlu, bərəkətli olsun, at ilə hər kəsə düşərli olsun. 10 manat milyonla gəldi, Allah 1000 qat əvəzini versin. 2000 atdı, Allah 1000 qat əvəzini versin. Düz atdı, nə acaba oldu? Yox, mən demədim, Asim çox sağ qaqam, Allah ruzunu bol eləsin, Allah 1000 qat əvəzini versin. 555-dən də heç yoxdur hələ. Çox sağ, Fatih, çox sağ ol, təşəkkür edirəm, Allah canını sağ eləsin, Allah qorusun səni. Şükür Allaha, şükür balacam, Allah bütün balaları qorusun, Allah can sağlığı versin, təşəkkür edirəm. Səhifəmizə takip atanlar, ekranlarımızı bəyənənlər, var olun, Allah can sağlığı versin. Nalis, çox sağ olun, təşəkkür edirəm.